Müğənni Tacir Şahmalıoğlu ilk evliliyindən söz açıb. Bizim Media xəbər verir ki, sənətçi qonaq olduğu 7 tamam verilişində deyib. Sənətçi bildirib ki, valideynlərinin xeyirduası olmadan qurduğu ilk ailəsi bir neçə aydan sonra dağılıb. Mən 2 dəfə ailə həyatı qurmuşam. Birinci ailəm dağılıb. İlk həyat yoldaşımdan övladım olmadı. Övlad məsələsi gəldi düşdü müharibə vaxtına. Ona görə də alınmadı. 6-7 aydan sonra mən birinci xanımımdan ayrıldım. Əslində mən səhv addım atmışdım. Böyüyümün sözünə baxmadan hərəkət etmişdim. Ona görə də ilk ailəm əmələ gəlmədi. Gördüm ki, ata-ana xeyir-dua olmadan qeyri-mümkündür ki, övlad xoşbəxt olsun. Mən bunu yaşadım və gördüm. Qeyd edək ki, Tacir Şahmalıoğlu 1989-cu ildə Ağdam şəhərində ilk dəfə ailə qurub. Onun xanımı Bakılı olub. Tacir ilk xanımı ilə boşandıqdan sonra 1995-ci ildə ikinci dəfə ailə qurub. Onun bu evliliyindən 3 övladı var. Tacirin ikinci həyat yoldaşı ondan 13 yaş kiçikdir.